Ana vətənin müdafiəsinə gedən, işğalda olan torpaqları azad etmək üçün canından keçməyi bacaran hərbiçilərimizin sayəsində torpaqlarımız mənfur düşməndən azad olundu. Onlar vətənin müstəqilliyi üçün canlarından keçdilər. Torpağa qan qarışanda vətən olur, deyən qəhrəman hərbiçilərimizdən biri də Cavadov Ələsgər Elxanoğludur. Ələsgər Cavadov 29 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. Ələsgər Cavadov 2006-cı ildə Binəqədi rayonu 179 saylı tam orta məktəbə 1-ci sinifə gedir. Ələsgər Cavadov təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanır. O, hərb elminə dərindən yiyələnir. Ələsgər Cavadov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. O, 2-ci Qarabağ müharibəsində Murov dağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərir. Ələsgər Cavadov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olur. Ələsgər Cavadov təntənəli mərasimlə Binəqədi Şəhidlər Xiyabanında dəfn edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ələsgər Cavadov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Şuşanın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə və Azərbaycan bayrağı orden ilə təltif edilib.